Mən istəyirəm ki, sizə böyümə hormonu əksikliyi haqqında danışım. Nədir böyümə hormonu? Böyümə hormonu beyində hipofiz deyilən vəzdə sintez olunan və bizim büyüməmizi təmin edən əsas hormonlardan biridir. Böyümə hormonu əksikliyi əgər varsa, o zaman uşaqlarda illik böyümə sürətləri aşağı düşür, boy qısalığı baş verir və uşaqlar öz hədəflərinə çata bilmirlər. Böyümə hormonu əksikliyi əgər müalicə olunmazsa, qız uşaqları 130-140, oğlan uşaqları 140-150 sm boyla yekunlaşa bilirlər. Təbii ki, bu böyümə hormonu əksikliyinin dərəcəsinə bağlıdır. Böyümə hormonu əksikliyinin müxtəlif formaları vardır. Bunlar anadan gəlmə böyümə hormonu əksikliyi, qazanılmış böyümə hormonu əksikliyi və idiopatik böyümə hormonu əksikliyi ola bilər. Anadan gəlmə böyümə hormonu əksikliyi zamanı uşaqlarda 1 yaşından boy qısalığı artıq başlaya bilir. Qazanılmış böyümə hormonu əksikliyində isə beyin şişləri, travmalar və digər problemləri misal göstərmək olar. İdiopatik böyümə hormonu əksikliklərində isə səbəbi bilinmir hələ də. Böyümə hormonu əksikliyi əgər təsdiqlənib müalicə başlanarsa, biz böyümə hormonu ilə müalicə başlayırıq və inyeksiya şəklində hər gün axşam saatlarında dəri altına inyeksiya olunur və hal-hazırda isə həftədə bir dəfə istifadə olunan preparatlar da vardır. Böyümə hormonu əksikliyindən əlavə digər fərqli xəstəliklərdə də istifadə oluna bilər. Bunlardan biri də qızlarda Turner sindromudur. Turner sindromu haqqında mən növbəti videolarda ətraflı məlumat verəcəm. Və yaxud da ki, bundan başqa hamiləlik müddətinə görə vaxtında doğulub, amma az çəkilə doğulan uşaqlarda isə gələcəkdəki hədəf boyları hədəflərinə çatmadıqları üçün biz böyümə hormonundan istifadə edə bilərik. Amma unutmayaq ki, böyümə hormonu həkim nəzarəti olmadan istifadəsi çox təhlükəlidir və təhlükəli nəticələr verə bilər.